Sifətin quruluşca növləri. Sifət quruluşca üç cür olur: sadə, düzəltmə və mürəkkəb. Sadə sifətlər bir kökdən ibarət olur və orada heç bir leksik şəkilçi iştirak eləmir. Amma yadımızda saxlayırıq ki, sadə sözlərin tərkibində də qrammatik şəkilçilər ola bilər. Düzəltmə sifətlər isə leksik şəkilçilər vasitəsilə düzəlir. Bu leksik şəkilçilər iki yerə bölünür. Adlardan sifət düzəldənlər, bir də feildən sifət düzəldənlər. Adlardan sifət düzəldənlər l şəkilçisi, duzlu, güclü, sızsız, susuz, dadsız, susuz, dakı, dəki, evdəki, çöldəki şəkilçisi. Bu şəkilçi ilə düzələn sözlər yalnız hansı sualına cavab verir? Cıl, söhbətcil, zarafatcıl, lıq, aylıq, onluq, aylıq gəlir mənasında. Keş şəkilçisi, zəhmətkeş. Bu şəkilçi həm də deməli isimdən isim əmələ gətirir. Məsələn, xət, xətkeş. Kar şəkilçisi, tələbkar. I, u, deməli armudu, dolu. Pərəst, millətpərəst. Pərvər, vətənpərvər. Xah, bədxah. Baz, kələkbaz. Dar, evdar, əməkdar. Xor, rüşvətxor, müftəxor. Bivəfa, bisavad. Sul, yoxsul. Sul şəkilçisi qeyri-məhsuldar şəkilçidir. Feillərdən sifət düzəldən şəkilçilər: ağan, əyən şəkilçisi, ağlağan, güləyən. Qan, kən şəkilçisi, çalışqan, sürüşkən. Qın, kin, qun, kün. Qın, kin, qun, kün şəkilçisi. Məsələn, yorğun, gərgin. Icı, ici, ucu, ücü. Kəsici, yırtıcı. Iq, kəsik, uçuq, sökük. Ma, gəlmə, uydurma. Ar, oxşar, bənzər. Qan, gən şəkilçisi, deyingən, qudurğan. Unc şəkilçisi unc, ünc və c formasında olur. Qorxunc, gülünc və iyrənc sözlərində olduğu kimi qorxunc sözündə sözün kökü qorxu yox, qorx olacaq. Çünki bu şəkilçi feildən sifət düzəldir. Deməli, əgər qorxu kimi götürsək bu sözün kökünü, o zaman bu isim olar. İsimdən sifət düzəldən belə bir şəkilçimiz yoxdur. Ona görə də uşaqlar qorxunc sözündə hər zaman sözün kökünü qorx feil kimi götürürük.